liftdə nə problem var? Elə momentlər sınır ki, məsələn, onu heç kimi tapmırıq. Kimi kömək çağıracağımı və bunu hansı yolla edəcəyimi bilmirəm. Liftçiyə zəng edirik də. Deyir ki, məsəl üçün 1 saata gəlir, 2 saata gəlirik. Yoldaşım, qonşulara dedi gəlib onlar çıxardacaq. Bəli, mən hazırda paytaxtdakı çox mərtəbəli binaların liftindən birində idim. Əgər bu liftdə bir problem olardısa, mən kimi kömək çağıracağımı və bunu hansı yolla edəcəyimi bilmirəm. Çünki liftdə elə bir düymə yoxdur. Lift işləyir. İşləməsə ondan yaxşıdır. Elə momentlər sınır ki, məsələn, onu heç kimi tapmırıq. Özümüz məcbur usta tapıb, pul yığıb veririk, gəlib gəldirlər. Bunu heç yerdə lift idarəsində şikayət eləyirlər, ancaq bir xeyri yoxdur. Lift xarab oldu, qaldınız liftdə. Kimi çağırasınız və yaxud da bunu hansı yolla edəcəksiniz, bilirsiniz? Zəng eləyəcəm, yoldaşım, qonşulara dedi gəlib onlar çıxardacaq. Başqa kimə zəng eləyəsən, heç yerə. Liftdə elə bir düymə yoxdur ki, Vızıq düyməsi yoxdur orada, bəli. Hansı ki, basıb mühafizəçidir, kim də onu çağırırsa, və yaxud da mərkəzə zəng etsin ki, filan liftdə adam qalıb. yoxdur elə şey. Mən özüm 40 il Rusiyada işləmişəm. Mən 5 dəqiqənin içində qalsaydım liftdə, düymənin başına düşən 10 dəqiqə oradadılar. Gəlirdilər, çıxardırlar. Əgər liftdə qalsaz, kimi kömək çağıracağınızı və bunu hansı yolla edəcəyinizi bilirsiniz, yoxsa Liftçiyə zəng edirik də. bu lift yol deyir sizə, lift əməkdaşı. Onun nömrəsi hər kəsdə olmaya bilər. Bəli, olar. Sizdə var, zəng edirsiniz. Liftin içində yazılır da. Binanızın lifti işləyirmi normal? Arada yox. İşləməyəndə və yaxud liftdə qalanda nə edirsiniz? Kömək kim çağırsa və yaxud da bunu hansı yolla edirsiniz? Zəng vururuq lift idarəsinə. Deyir ki, məsəl üçün indi gəlirik, 1 saata gəlir, 2 saata gəlirik. Nömrəni hardan götürürsüz? O nömrəni şəkdən götürmüşdük. Onlar demişdilər bizə. Nömrə kimdə varsa zəng eləyir, köməyə çağırır. Kimdə var zəng eləyir, Nömrə yoxdursa qaldım liftdə. qaldım liftdə. Özü bizim lift demək olar ki, ay ərzində belə 3-4 dəfə xarab olur. Bəs belə deyək də, liftdə elə bir düymə yoxdur ki, onu çıxarsız gəlsinlər köməyə və yaxud da siqnal getsin mərkəzə. Yox, elə şey yoxdur. Yəni liftdə də problem olanda deyirlər ki, nasazdır. Gəlir o məsələn Almaniya istehsalı olan liftlərdir bunlar. Zəng elə, onlar usta göndərsin, nəsə belə söhbət deyirlər. Son illərdə Bakıda quraşdırılmış 1354 dəst liftdə mərkəzi dispetçer sistemi də quraşdırılıb. Sovet dönəmindən qalan liftlərdə isə həmin bu sistem mövcud deyil. Həmin liftlərdə liftdə qalma halları baş verən zaman yalnız liftin içində olan əlaqə nömrələri ilə əlaqə yaratmaq lazım olur və yaxud da ki, içəridən əks tərəfdə kömək çağırmaq lazım olur. Gələcəkdə yenisi ilə əvəz olunacaq liftlərdə də mərkəzi dispetçer sisteminin olmağı tərəfimizdən tələb olaraq göstərilir. Sumqayıtda artıq 10 ilə yaxındır ki, belə bir sistem quraşdırılıb. Liftdə olarkən liftdə hər hansı bir nasazlıq baş verərsə, mərkəzi sistemdə artıq liftdə problem olduğunu görürlər və dərhal müdaxilə edirlər. Liftdə olan SOS siqnalına və ya xəbərdar edici düyməyə sıxmaq kifayətdir.